Şəkərli diabetlə mübarizənin ən doğru yolu birinci həyat şəraitinin dəyişdirilməsidir. Nədir bu həyat şəraitinin dəyişdirilməsi? Birincisi, aktiv həyat tərzi olunacaq, mütəmadi olaraq yürüyüşlərin, idmanların həyata keçirilməsi vacibdir. Bunun ikincisi isə yemək vərdişləridir ki, qidalanma vərdişləridir ki, bunlar düzəlməlidir bəlkə. Yəni maksimum dərəcədə balanslı qidalanmalıdır, fast food qidalardan uzaq durulmalıdır. Kalorisi yüksək qidalara çox da üstünlük verilməməlidir və mütəmadi olaraq da həkim kontrolunda, müayinələrində olmalıdır ki, yəni bir növ biz pigənmənin, metabolik sindromun qarşısını alarsaq, şəkərli diabetin də demək olar ki, qarşısının çox hissəsini artıq almış olarıq. Mütəxəssislər bildirirlər ki, ikinci tip diabetin böyük hissəsinin qarşısını sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi müayinələrlə almaq mümkündür. Buna görə də həkimlər xüsusilə risk qrupunda olan şəxslərə qan şəkərini mütəmadi yoxlatdırmağı tövsiyə edirlər.